Real Hərəkatının sədri İlqar Məmmədov yenidən həbsdə qaldı. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev, Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu ilə bağlı qərarına verilən kassasiya şikayətini təmin etməyib. İlqar Məmmədovun vəkili və məhkəmədə iştirak edənlər qərarı ədalətsiz hesab edib. Avropa Şurası Nazirlər Komitəsinin artıq sayını etmişəm 8 ya 9 dana qərar və qətnamələri var. Bunlar icra edilmir. Azərbaycan tərəfi nümayişkarına şəkildə öz üzərinə götürmüş olduğu beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirmir. Və bizim ikinci, yəni Avropa Məhkəməsinə verdiyimiz ikinci şikayət, bilavasitə artıq bu məhkəmə başçının ədalətliliyi məsələsi ilə bağlı verdiyimiz şikayət artıq hökumətə kommunikasiya edilmişdir. Yanvar ayında onlar, uzağı yanvar ayında cavabını göndərməlidirlər Avropa Məhkəməsinə. Məncə artıq İlqarla bağlı şəxsi prinsipiallıq var. Bir də yəqin ki, İlqardan çəkinirlər, yoxsa artıq çoxdan buraxardılar. Özünün ümidi yox idi, yəni bilirdi ki, belə olacaq. Yəni xeyirli bir qərar çıxmayacağına bilirdi, çıxmayacağını. Yəni mən də ümidsiz gəlmişdim. Elə bir ümidim yox idi. Var idi, amma çox az idi. İndi gördük ki, elə ümidimi olmamağı doğruymuş. Ümidimiz sadəcə qaldı Avropa Məhkəməsinə. Bir gün qabaq, bəli, telefonla danışmışdım. Açığı özünün heç bir gözləntisi yox idi. Hətta gələn həftə ona nə istəyirdisə, nə ehtiyacı var idisə, onun siyasını demişdi. Yəni, bir qram da olsun, bir ümidi yox idi ki, bu gün pozitiv bir qərar veriləcək. Yəni, özü buna hazır idi. Azərbaycan hakimiyyəti yenə də İlqar Məmmədovu həbsdə saxlamaqla nəinki sadəcə insan haqlarını pozur, nəinki yalnız deyək ki, bir nəfərin azadlıqdan məhrum olaraq saxlanması ilə bağlı ədalətsizliyə yol verir. Eyni zamanda bütövlükdə Azərbaycana çox ciddi və ağır ziyan vurur. Çünki bu qədər aşkar şəkildə günahsız bir şəxsin həm Azərbaycanda, həm Avropada tanınan bir siyasi xadimin həbsdə saxlanması bütövlükdə Azərbaycana ağır bir zərbə vurur. Azərbaycan hakimiyyəti bir daha İlqar Məmmədovu həbsdə saxlamaqla, yəni belə bir qərar verməklə bir daha bəyan etmiş oldu ki, Azərbaycan hakimiyyəti İlqar Məmmədovdan qorxur və İlqar Məmmədov İlham Əliyevin əsas siyasi alternatividir və siyasi alternativ olaraq da artıq 4 ilə yaxındır ki, həbsdədir və görünən də odur ki, Azərbaycan iqtidarı onu həbsdən buraxmaq istəmir. İlqar Məmmədov həbsxanadan qərarla bağlı fikrini göndərib. O deyir ki, rəqibindən qorxaraq ona qarşı şəxsi qərəzliyini dövlət səviyyəsində gizlədə bilməyən prezident tarixdə ancaq özünə inamsızlığı ilə yadda qalacaq. İlqar Məmmədov Tofiq Yaqublu ilə birlikdə 2013-cü ilin yanvarında İsmaildə baş vermiş kütləvi ixtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib. Daha sonra 2016-cı ildə əfv fərmanı ilə Tofiq Yaqublu azadlığa çıxıb. 2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Amma qərar icra olunmuyor. Azərbaycanın müstəqilliyini istəyirdik.